Salam Rəqo. Məmməd, çox sağ ol Məmməd. Məmmədov. Anar nətərsən anar? Anarito. Anarsito. Pizdalito. Qalx biraz söhbət eləyək anar. Salam Qadir, salam Qədir, salam Murad. Ay bля, bütün belim ağrır ya, bu nədir? Balıq yağı. Bu yaxşı balıq yağı deyil. Bilət, hamısı bir-birinə yapışır. Uğraş da əziyyət çəkirəm bunları götürəndə. Hamısı bir-birinə yapışır, marmalat kimi. Ama baha almışdım buna. Almaniyandı göğe, Germaniyandı. Elton nətərsən ay Elton? Canlıma zadıma gəlmirsən, radara düşürsən həmişə. Mən Əli ilə dalaşmamışdım ki, Əli ilə də barışım. Mən heç kimlə qardaş dalaşmıram. Mən sadəcə olaraq sözümü deyirəm. Düzəm, əriyə. Mənim bir xarakterim var, mən yalan danışmağı xoşlamıram. Düz, əcriyə. Əyri yox, əcri. Əgriyəm. Əgriyəm, düzəm. Əcri. Basaq bunu görək, adam gələcəkmi? Bilirəm Xəmzət Cimayev, mən onun 2 gün bundan qabaq komment yazmışdım ki, Xəmzət uduzacaq. Xəmzəti aldatdı o, Xəmzəti tırkaladı. Xəmzət ayaq üstə döyüşməli deyildi oyla. Stoykada Xəmzət oyla vuruşur, onun başı bəkdir. Xəmzətə qoydu, gicələdi Xəmzəti. Salam Hüska Hüs. Burada vəziyyət superdir, Murad. Super. Bomba kimi. Burada vəziyyət əla. Orada nətərdir vəziyyət? Karantindir də orada da hələ. Moonlight gəldi. Valla mən başqa adamların qazancını deyənmərəm, amma öz qazancım şükür yaxşıdır. Pəhlivanlıq eləyirəm də bura. Pəhlivanlıqla pul qazandım. Bu ya şeydə bu Latin Amerika ölkələrindən biri var, pəhlivan. Deməli üstündən ostraq baxıb 100% mənim tırkama düşüb, Allah haqqı. Bunlarda var idi, amma üstlərindən maşın keçirtmirdilər. Götürüb hoşum üstündən maşın keçirdi. Maşını üstündən keçirdəndə bağırsağı zədələnib. Nəsə həkimə gedib, həkim deyib ki, bəs bağırsağında yırtıq əmələ gəlib. Bağırsağın yırtıq əmələ gəlib. Nəsə elə də yəni dip ciddi bir şey deyil. Gedib evə bir həftədən sonra mədəsi başlayıb şişməyə, mədəsindən su gəlibdi. Aparıblar həkimə aparanda infarkt keçirdibdi. İnfarkt keçirdibdi. Yəni maşın üstündən keçirdib, bağırsağı deşilib, dalıcan mədəsinə su gəlib, dalıcan da infarkt keçirdibdi. Sən söhbətə bax ha. Deyirəm sizlik deyil o. Birinci bağırsağı yırtılıb, ölməyibdi. Ölü kimi infarkt keçirdən adam elə ölü kimi bir şeydir də, canlı ölüsən də. Nə ağırlıq qaldıra bilərsən, nə bir şey eləyə bilərsən. Şurada karyeraya son qoydu.
Özü üstündən şey keçirdibdi. Pikap keçirdibdi. Qardaş, qıraqdan baxana asan gəlir. Valla asan bir şey deyil. Bir ani bir səhvin üstündə bütün karyerava son qoya bilərsən. Qıraqdan baxırlar da. Ümumiyyətlə Azərbaycanda valla mənim bu səhnədə nömrələrimə çox adam baxır qıraqdan. Hamıya asan gəlir. Amma heç nə demirəm, bircə həftə elə onu padriyat eləsinlər, görəcəklər ki, asan bir şey yoxdur. Allah haqqı əski ilə götürsünlər, taxtaya mismar vursunlar başları ilə, bir dəfə vursunlar. Sabahlarım gəlib bir də vursunlar. O birisi gün gəlib bir də vursunlar. O birisi gün bir də vursunlar. Gör başları nə günə düşür. Təpələri dağılır yoxsa yox. Mən sizə əminliklə deyirəm ki, bir dəfə vursun həvəslə kimsə. Səhəri günü həvəslə kimsə. Səhəri günü verginə ilə deyirəm ha. Mən vuran şəkildə, mən vuran strategiya ilə deyirəm. Mən özüm bura gələndə mən bilirdim ki, hər gün şey olacaq, amma mən açığın deyim, mən hər gün işləməmişdim. Mən Qazaxstanda işləyirdim, həftədə 3 dəfə, 4 dəfə işləyirdim də, yəni bədənin vastanavit olmasına vaxt olurdu. Yəni mən bərpa ola bilirdim. Mən gəldim olurdu, yəni mən bərpa ola bilirdim. Mən gəldim, düşdüm bura, puldan ötürü risk elədim də, pul da şirin şey də adamı şey eləyir, tırqalayır. Allaha and olsun, yəni təpəm dağılırdı da, bax Quran haqqı. Beynim sirkələnirdi. Beynim içində laxlayırdı elə bil. Belə bir çağrılar var idi. Amma məcbur eləyirsən də, qardaş, başqa yol yoxdur. Yəni geri yol yoxdur. Otur biabır olası deyirsən ki. Bir dənə ümidim Allaha, bir dənə Allah mənə qorusun, qalan heç bir şey vecimə deyil. Travma almayım. O da bilirəm bura bir dənə Wi-Fi-də o yağın o saqqallı qancıq girib də bura. Saqqallı qancıq qoşulanda sıçır internetin içinə. O internetə qoşulanda internetin içinə sıçır. Çox donur. Azərbaycanlı deyil, qaqa, şeydən idi. Ay Allah, hansı Perudan idi. Ya Perudandı ya da Çilidən idi. Sirk artisti. Gör kişinin alı pəhlivanlıq edir. Ostraq ol, ostraq. Hələ burada çox bağırsaqlar partladacaq qağanız. Çox gicdillaq mənə baxıb risk eləyəcək. İçin salatını tökəcək. Elə bilirlər asaddır. Hələ o nədir? Hələ Azərbaycanda görün. Hələ Azərbaycanda qoy şeyləsinlər bir-iki dəfə. Onda da görün. Orada da altın vuranlar olacaq. Prosta Azərbaycandakılar Azərbaycan dilində danışıram, başa düşürlər, risk eləmirlər. Risk eləmirlər. Amma buradakılar bilmir axı mənim dilimdə. Elə baxır belə, deyir, mən deyiliyim də, nə var onu eləməyə. Udusun da, nə qarım, ay qaqa, mən Xəmzətə balet eləmirəm, Burad. Salam Musa, nətərsən, Burad, canım başım. Mən o sözün açığı, mən Xəmzətə balet eləmirdim. Amma mən o demişdim ki, Keçəl onu udacaq. Keçəl vəhşi idi, Burad. Keçəl vəhşi idi, onu uddu. Keçəl uddu da, qəşək də sözünü də soxdu ona. Ləzzət elədi, zor dedi ha. Allah qız zor dedi. Sağ ol ay Musa. Yoxa çıxıbsan ay Musa. Aya günə dönübsən. Qaviyyətdin yiyibsən. Sevgi qatarı. Salam. Sən canı o nə adlı sevgi qatarı? Mən ölüm o Niki nətər. Sən deyəsən köhnələrdənsən. O sevgi qatarı o Şəfan mahnısına zaten 5 qulaq asanlardan olmuşsan. İso Mebel necəsən? Yaxşıyam Burad. Odessa. Səfanın mahnısı. Elə mən də onu dirdim də Moonlight. O nətərdir o mahnı? Şəfa qatarı, sevgi qatarı. Unutdu. Nə atıb getdin. Getdin məni. Atıb getdin.
Bir gərəksiz əşya kimi xəyalından at məni. Yox, Brad, vətəndə deyiləm. Vətənə gəlməyəcəm, qocalanda gələcəm, Viso. Ona görə yəni nə sözünüz varsa yazın indidən. Yəni vətənə qocalanda qayıdacam. Unut məni, unut məni. Barut qoxulu hərbiçi. Ürəyimsən, Allah sənə qoyur. Sağ ol, ay sevgilə. Sən mənim sözümə cavab verginən 80'lardansan, Brad. Mən ölüm o şafağın mahnısından bərk qulaq asan olmuşsan, ha? Vallahi yaxşını siz edirsiniz. Çox sağ ol 1995. Çox sağ ol Brad. Sən də həyatda uğurlar. İnşallah dostlar. Mən həmişə qabaqcadan demirəm, qabaqcadan demək mənə düşmürdü. Artıq deyə bilərəm. Bir yarışma var idi. O yarışmanın birinci turunu keçmişəm. Yarışmanın birinci turunu keçmişəm. İnşallah ayın 23'ü qağanız böyük bir dənə partlayış eləyəcəm. Vulkan partlayır. 23'ü vulkan partlayır. Bir də ki o ikinci turu keçsəm, üçüncü tura ikinci tur olacaq. İkinci turu da keçsəm, əgər keçsəm, üçüncü turda iyulda olacaq. L-da ya da N-da. N-da yoxsa L-da dəqiq bilmirəm. Ya N-da olma ya L-da. Çox böyük bir projedir. Çox böyük bir projedir. Özdə bir iyisi Amerika Birləşmiş Ştatlarına gedir, çıxır. Bir başı orada, bir başı burada. Böyle ora bu dənə partlayış hərəkət eləyəcəm. Amma peçatım vuracam da. Gəlir. Onun iyisi bərk çıxacaq. Buralarda sirkələnmə eləmək lazımdır dostlar. Belə sakit otururam. Bu bir ildir buradayam. Yəni elə bilməyin də Çingiz bir ildir burada layla oxuyur da. Yəni Çingiz bir ildir burada strategiya qururdu. O belə su, biri var su axır, biri var yeraltı sızıntılarla gelirsən. O sızır. Böyle ilan kimi. Deyirəm, o qədər ürəyi təmiz adamam ki, bax dostlar, bizi yaradan Allaha and olsun, mesajına qədər sizə göstərib sübut eləyə bilərəm. Allaha and olsun. Mən bilirdim ki, yəni bura Azərbaycan deyil də, yəni bura Azərbaycan Respublikası deyil. Mən bilirdim ki, mənim bu videomu kimsənsə qabağına çıxacaq. Necə Azərbaycanda Göyçayda oturduğum yerdə mənim videom qabaqlarına çıxdı, mənə oradan bura gətirdilər, iş təklif elədilər. Dedim, yox, elə burada da deyirəm o olacaq. Amma haçan olacağını bilmirdim də. Təxminən bir 2 ay bundan əvvəl Instagramda mənə bir dənə qız yazdı. Sözün açı Instagramda qızlar çox yazır. Dedim, mən yəqin bir kimsə bu da patod edir, mənə tanış olmaq istəyir. Nəsə qoz qoymadım buna. Gördüm, yenə yazdı mənə. Gördüm, girdim, yazdım, salam, eşidirəm. Bəs dedi, sizin videovuza baxmışam. Siz bizim layihəmiz olacaq. Talant yarışması olur, Got Talant yarışması. Böyük bir proje keçiriləcək Meksikada. Sizin videovuza baxmışıq, çox istəyirik ki, siz bizim yarışmada iştirak edəsiniz. Dedim, gözlədiyim yer idi, getirdi pərverdigar. Dedim, okey, problem yoxdur. Nəsə, dedi, bizə bir video atın, maraqlı bir video çəkin atın. Biz onu baxacaq, elə bir casting kimi də. Əgər bəyənsək, sizi növbəti tura keçirdəcək. Dedim, okey. Məndə də nədir? Məndə video nə qədərdirsən də, belə tonla videom var. Girdim, elə 2 dənə elə belə bir dənə normal bir videomu götürdüm, vızıllatdım onlara. Köşmüşəm, bro. Dünənlərim SMS gəldi ki, telefonuma, e-mailimə yazdılar ki, bəs siz keçmişsiniz. Sizi gözləyirik. İndi qalıb bir dənə gülü güldana qoymaq. Gülü də orada güldana qoyuruq. İndi görün nə olacaq. Ay billə. Səliqənlə səhmanda. Mən sözün açığı Quran haqqı. Mən ən böyük məqsədim dişimlə samolyotu saxlamaqdır. Yəni təyyarəni uçmağa qoymayacam da. Dişlərimlə, dişimlə. Çənəmlə tutacam. Təyyarəyə qoymayacam uçmağa. Yəni o hərəkəti eləyəcəm mən. Day o Boeing samolyotunu demirəm, ha, reaktiv təyyarəni demirəm. Yəni o
ventilator olan, pəri olan təyyarədən danışıram. Mən osturağa basmayım. Ona nə deyirlər? Reaktiv şeyə saxlamaq olmaz o heç kim. Amma Allah haqqı, bax Quran haqqı. Bir dənə o şəraiti axtaram. Quran haqqı. Bir dənə o şəraiti axtaram. Rənlə fırranam da və onu da prosta indi onu ən böyük arzularım. Olaraq Meksika üçün bir rekord qırmaq istəyirəm. Ay bilad, ondan sonra görün nə olacaq. İş onda başlayır. Osturmayaq, saxlayaq, dədənlə mamın ad gündə partladarıq. Mən vertolyotla samolyotu ayıra bilmirəm, qaşqaldaq. Vertolyotun şeyi üstündə olur, samolyotun pəri qənətlərində olur. Ya qabağında belə fırlananı olur. Ebi o gülün. Siz gülməyinizdə olun, inanmayın. Çingiz dediğini eləyən adamdır. Cəllad, salam Cəllad. Yaxşıyam. Görə bu Cəllad kimdir? Cəllad Apasın adam oxşuyur, Hunter. O mənim gələcək planımdır, amma bu yarışmaya gedim inşallah onun 100% onun videosunu paylaşmalıyam, ürəklər partlatmalıyam mən. Nə danışırsan sən? Ürəklər partlayacaq, ey qaqa. O talant yarışmasında gedib qaqavız nətər partlatmışdı o vaxtı. O elə bir partlayışda buradan gələcək. Kukuruzunu, da kukuruznik dillər, nə dillər? İki dənə kukuruzniki qollarımda saxlaya bilərəm. Mən ona əminliklə deyirəm də. Yəni, mənim üçün dünyada ən çətinə at olubdur. Yəni, iki dənə atı saxlamaq. Atın vurduğu talçoq, Quran haqqı, jugli boş şeydir də. Yəni, Allah haqqı o maşınıza, bax, bizi yaradan Allah haqqı deyirəm ki, maşın iqruşqadır. İki dənə atın talçoku, yəni bir əyğində at bir dəfə talçoq verəndə 3 ton yarım 3 ton yarım naqruska verir. Mənim qollarımın buraları 6 ay 50-mi belə açıb bağlaya bilmirdim. Elənçinə zədə vurmuşdu mənim qoluma. Bütün vətər sistemi hamısı zədələnmişdi. Aleyküm salam. Öt, yaxşıyam ay öt. Qaqa, adın çox Abbasını de, öt nədir brat? Çox təhlükəli ad qoymusan. Öt, 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 011 öt. Öt nə deməkdir? Sagray brat. Sagray, Sagray, Sagray. Müsəllim pəhlivan nəsə canlıya qalxmır. Müsəllim pəhlivan həmişə görürəm, girir canlıma, istəy atıram, nəsə qalxmır. Nə məsələdir? Allah bilir məsələ nədir. Nədirsə, gec-tez iyisi çıxacaq. Belə qalmayacaq. Bilət, Rus qızları yoxdur ya. Rus qızları hayf deyil ha. Düşmüşəm türklərin kəşfiyyətindən. Nə videom gedir ya bir şey. Rusların kəşfiyyəti hayf deyildi. Bu niyə belə olubdu? Yuxum gəldi. Bu kimdir? Sultan Şeyhimiz Gür çiftlik. Tanımıram.
Bunun Qazaxstanda almışdım, yadımdadır. Buna 25 manat pul vermişdim bizim pulla. Zinger, orijinal zinger. Dırnaq tutanı. Deməli 3 ildir işlədirəm bu dırnaq tutanı. Yo, daş 4 ildir işlədirəm, super işləyir. Bir dənə kütləşməsi yoxdur. Mod ver də. Kəlləvə soxum. Mənə kəlləmə nətər soxa bilərsən? Mən Meksikadayam, sən şeydə, Azərbaycanda. Get mamava sox, bajva sox da. Bacın hamamda çiməndə ki, reski tursikini çək aşağı, ya lüt gir bacıvı qayır ki, öz bacıvı zorla. Mənim kəlləmə niyə soxursan? Evinizdə deşik yoxdur soxmağa. Get peysərat yaşa həyatı ölənə qədər. Oy, belə düşdü telefonum. Bic bala. Kimdir ki, Qazaxstan mənə xoşuma gəlmədi? Orxan Abbasov. Ay Orxan. Mənim ağzımdan elə söz haçan çıxıbdı Orxan. Mənim yerimə niyə danışırsan dədə? Mənim yerimə niyə qərar verirsən? Mən haçan demişəm ki, Qazaxstan mənə xoşuma gəl. Mən nabrot deyirəm ki, Qazaxstan Asiya ölkələri içində ən yaxşı pul qazanmalı yerdir. Mən haçan demişəm ki, Qazaxstan mənə xoşuma gəlmədi. Qazaxstanda yaxşı pul var. Özə Qazax qızları Azərbaycan oğlanlarından ötürü ölür. Çox xoşlayırlar bizi. Mənə ağzımdan elə söz çıxıb Qazaxstandan xoşum gəlmir. Sualım var idi. Sən qoşmuş da dünən Zaza demədin axı işinə. Qalx yuxarı görək nə deyirsən. Əlimi startda saxlayım, Söyüb birdən söyüş zad edib eləyər. Salam qardaş, necəsin? Nə var, nə yoxsunuz qardaş? Salam, yaxşıyam. Yox qardaş, narahat olmayın. Mən söyüş sürən insan deyiləm. Allah sizi qorusun qardaş. Sağ ol, ora xaricilərin şəklini qoymusan. Abinən zadında azlıq yəni. Hə, bildim qardaş, bildim. Yox, mən o idmançını çox istəyirəm. Həmişə mən onu izləyirəm də. O şeydir, Brian Show'dur da, powerlifter. Yox, Strongman. Strongman, powerlifter. Hə, yəni 3 hərəkətin cəmini də işləyir də. O tiyaqa da artır. Yəni qol güləşi də eləyir o bir ara. Qol güləşində də görmüşəm. Hə, görürəm, amma mən də görmüşəm. Amma tam olaraq o yöndə deyil də onun işi. Yəni həm Strongman da, həm powerlifter yarışlarına gedir. Dünən prosto mənim bir şey marağımı çəkdi qardaş. O dünən bir dənə gir göstərdi. Nə təkərlə qaldırır. Prosto sadəcə olaraq dedim ki, ancaq yarışda təsdiq olunur da, yəni rekordu. Dünən mənim marağımı cəlb elədi o qardaş. Onun bir dənə cavabını istəyirdim. Hə, buyur. Hə, o təkərlə Zaza qardaşın canlısında da təkərlə qaldırır o giri qardaş. David Şamil deyirsən, Rusu deyirsən. Dedim ki, ancaq Sən Rusu deyirsən, videoda göstərdiyim David Şamil deyirsən. Bəli, qardaş, bəli, hə. Hə, onu qaldırır. Dedim ki, onu yarışda ancaq təsdiq olunur da, onun ən ağır. Yox, tək yarışda yox. Məsəl üçün bir rekordu, bir ümumiyyətlə əgər sən rekord qırırsansa, orada idmana aid ya İdman Nazirliyinin bir nümayəndəsi olmalıdır orada. Ya orada nəsə dövlət qurumuna aid bir şey olmalıdır, idmana aid ha. Yəni və orada münsiflər heyəti olmalıdır. Orada hər ölkənin öz rekordu var, başa düşdün? Azərbaycanın da özünə məxsus rekordçu. Həmin o rekordlara aid olan nümayəndə orada olmalıdır. Yəni mən rekord qırıram oyla deyil də, başa düşdün? Yəni bu qanuni şəkildə olmalıdır. Tərəziyə qoyulur, ölçülür, hakim olur. Hamısı standartlarla olmalıdır. Onda səninki rekord sayılır. Hə, bildim. Çünki mənim ağlıma bir dənə sual gəldi. Mən bir dənə epizoda baxmışdım. O Strongman yarışlarında, powerlifter yarışında öz zalında ən ağır çəkini qaldırdı. 502 kiloqram. O ağzı əyri. Bildin hansı idmançını deyirəm mən? Saymaqlar axı. Bildin hansı idmançını deyirəm Singiz? Bildim, sən deyirsən, Xaftırı deyirsən də, Toru. Adı yadımdan çıxıb, sarışın hündür boyu, 2 metrdən hündür boyu var. Hə də Toru deyirsən, Tor öz zalında elədiyinə görə onu saymadılar rekordu. Hə, onu saymadılar, eləmi? Hə, sonra o getdi, deyəsən 510 kilo qaldırdı, nəsə qaldırdı, səhv eləmirəmsə.
Sonradan o Başa qaldırdı. düşdüm. Amma bu şey 520 Bax, o kilo məlumatı qaldırdı. öyrənmək istəyirdim qardaş. Allah razı olsun. Yəni ki, o deməli o qeyd alınmadı elə. Yox, o sayılmır. O deyirlər ki, sən öz zalında qaldırmısan. O sayılmır. Bəs mən də ona görə deyirəm də. Hə, bildim qadanam, bildim ay Çingiz qardaş. Allah sizi Qaqa, qorusun ümumiyyətlə qardaş. 100 kilo gir. Mən sənə bir şey Ha. deyim. Mən yenə də deyirəm. O bəzilərin acığına gəlməsin, xəttinə dəyməsin. Belə də xəttinə də gözümü içsaydın. Ümumiyyətlə ağır gir, qardaşım. Bax, mən yenə də deyirəm. Mənim Buyur. evdə mən ən ağır gir 75 kilo gir görmüşəm də. Yəni mən əlimə aldığım ən ağır gir 75 kilo olubdu. Bəli. Mən o 75 kilo giri qaldırıb çiynimə atanda mən zəif oğlan deyiləm. Yəni mənim girib Maşallah, videolarıma da yox, baxa qardaş. bilərsiniz. Mənim bütün o idman karyeram mənim YouTube'da da var, TikTok. Bütün mənim qaldırdığım çəkilər göz qabağım. Mən yəni göbələk kimi ortaya çıxıb danışan deyiləm. Ay Çingiz qardaş, sözünü kəsdə üzr istəyirəm. Sənin gücünə heç kimin şübhəsi yoxdur. Heç kimin şübhəsi Mən yoxdur. boynuma alıram bax dədə. Mən 75 kilodan danışıram. Mən 80 demirəm, 90 demirəm, 100 demirəm. Mən 75 kilo öz adımdan danışıram. Mən neçə ildir məşq edirəm. Mənim zəif genetikam da yoxdur. Yəni zəif genetikam olsaydı mən burada çoxdandan götümü tutub Azərbaycana qaçardım. Yəni mən Meksikada qala bilməzdim. Mən hər gün ağırlıqla işləyirəm. Mənim kimi bir adam 75 kilo daşı girimi mən qalxızıb çiynimə atanda mənim bütün korpusum tərpənirdi. Mən onu belənçinə qaldıra bilməmişəm. Azərbaycanda mən 75 kilo daşı qaldıra bilməm. Amma 64 kilonu 2 dənə 32 ilə 6-7 dəfə mən bunu rahat qaldırıram. 2 dənə 32-ni çiynimə atıb qaldırıram. Sözüm onda deyil. Yəni dediyim odur ki, bəzi insanlar ümumiyyətlə deyirəm, Allaha and olsun bura ağırlıq qaldırmayıblar. Ağırlığı qaldırmağın nə olduğunu bilmirlər. Qardaş eşidirsən ki, deyir mən 100 kilo qaldırdım. Ya falan kəs 100 kilo qaldırıb deyirlər. Deyir mən qaldırmışam. Ağırlıq qaldıra bilməyən adamlar həyatlarında ümumiyyətlə ağır gir görməyən adamlar, 16-24-dən başqa gir qaldırmayan adamlar deyirlər ki, o deyir düz deyir. Mən də deyirəm ki, qardaş, mən də hamıya sözümü deyirəm. Heç kimin xəttinə dəyməsin. Mən məsəl üçün, mən bir pəhlivan olaram. Mən danışıram ona görə ki, mən ağırlıq gir qaldırmışam. Mənim evdə ağır girim olubdu. Bunu tərəziyə də qoymuşam. Bəziləri kimi gizlətməmişəm ki. Tərəzidə də videolarım var, YouTube'da da videolarım var. Günlərim Allah qoysa, Pərviz qardaş var burada, idmancıdır. Mən ona verirəm o giri. Gələcək gün götürəcək, o da Pərviz də onu görəcək, onu qaldıracaq, inşallah çəkəcək, tərəziyə də qoyub göstərəcək. Yəni mən yalancı deyiləm, mən ostraqçı deyiləm. Mən qaldıra bilməmişəm o daşı. Ona görə də qardaşım mən baxıram, görürəm ki, biri deyir mən 100 kilo qaldırdım, biri deyir nə bilim mən 80 kilo qaldırdım, biri deyir 90 kilo. Qardaş 90 kilo qaldıran oğlan, bax burada deyirəm. 2 dənə 32-ni götürsün, 20 dəfə qaldırsın. Mən inanaram ki, 90 kilonu, 100 kilonu qaldırar. 2 dənə 32 kilonu 5 dəfə qaldıran, 6 dəfə qaldıran, 7 dəfə qaldıran ömrü boyu, həyatı boyu 90 kilo. Bunlar bir-birinə zəncirvaridir. Yenə də deyirəm, hər şeyin əlifbası olan kimi güc artırmağın da öz əlifbası var. Sən durub Allahın adını çəkib daş qaldırmağına sənə Allah güc verməyəcək. Ya nə bilim daşa yaxınlaşanda mən pəhlivanam, mənim gözüm içsaydım. O yalan söhbətdə kişi pəhlivanlara vergi verir. Sən mənim adamımsan. Həvəsin var qardaş. Sabahla neçə yaşın var sənin? Mənim qaqa 35-dir mənim yaşım. 35 yaşın var. 29 yaşına qədər, Brad, eşidirsən məni? Belə şəkillərimə qədər göstərirəm, məni tanıyanlar da bilir. 29 yaşına qədər, Brad, kayf eləmişəm. Ən ağır qaldırdığım, Brad, 2 dənə zavod çörəyi olubdu. Heç var yoxla nəhlət deyirəm ki, həmişə rəhmətli dədəm dedi, bala o zibili apar tullacaq, deyirdim dədə ağırdır, aparmıram. Sən inanırsan zibilə ərinən adam olmuşam. Yəni zibilin blokunu mən ərinmişəm aparmağa, zibilliyə atmağa da. Yəni belə bir adam olmuşam mən. Bildim qaqa, bildim. Sən belə 29 yaşında nə oldu? Mənə şey gəldi. Durdum orada, Allahdan mənə enerji gəldi. Girdi məndən. Məndə həvəs yarandı. Mən öz qabağıma özüm seçim qoydum. Ya mən bilət, sigaret çəkib, içimi salatımı tökəcəkdim. Ya o bayılın o avaralarına, götlərinə qoşulub göt həyatı yaşayacaqdım. Özüm də işdən çıxmışdım, uzun illər polisdə işləyən adam, bura. İşdən çıxmışam, sigaret çəkirəm. Mərdimazar, bilət, indi mənim o ayrıldığım o kuruq var, hamısı bilət narkoman oldular, var yoxuna nəhlər, hamısı mal vururlar. Başa düşürsən, mən özüm öz beynimdə oturdum, mənə heç kim yol göstərtmədi, nə dədəm yol göstərtdi, nə anam.
özüm oturdum bura. Özümlə, öz içimdə, öz beynimdə söhbət elədim. Mən gördüm ki, bunların axırı yoxdur, brat. Bu adamlarla oturub dursam, axırım bilət, türmədə olacaq, ya mənə poxa salacaqlar. Olsa da heç nə eləmirdim, brat. Quran haqqı mənə şey tuturdu. Heç nəyə günahım olmuyor, ən böyük yerlər məni gəlib tutdu. Məni elə bir yerlər tutdu ki, var yoxla nəhlət deyirəm ki, o hələm adamı heç elə yerə, heç bir günahım yox idi. Yanımdakılar, brat, mərdimazar, bandyuga, başa düşdüm, brat. Narkoman, bariqa, nə bilim, göt adamlar, brat, mən də onların zibilinə düşürdüm. Adamı belə deyəndə polisin bir günahı yoxdur. Narkomanla oturub durana narkoman deyirlər, banditlə oturub durana bandit deyirlər, bariqa ilə oturub durana da bariqa deyirlər. Mən də qaqa öz 29 yaşında, brat, heç bir idman eləməyən adam idim. Qabağımı özümlə danışdım, dedim, brat, mən Bakıdan çıxdım, brat. Bütün hamının naxuy paslat elədim, nömrələrin hamısını sındırdım, atdım. Heç kimlə atlan şeylə qurmadım. Getdim, düşdüm Göyçaya, bura kənddə. Başım sakit, qulam sakit. Öz ailəmi götürdüm, çıxdım, ailəmi yığdım başıma, getdim orada yaşamağa. Göyçayda yaşadığım qaqa, idmanla məşğul olmurdum. Mənim bir polis yoldaşım vardı, Göyçayda işləyirdi. Bu da arıq bir şeydi, bura. Çox mənim kimi arıq bir oğlan idi. Ay, bunu gördüm, bu nə boydanadı, qardaş. Eşşək boy dolu, muskul, belə dedim, ay, sən Allah, sən nağar mısan, bura? Ay, sən mən uzun müddətlə görmürdüm də. Dedim, bəs mən sigaretə atmışam. Göyçayda bir dənə zal var, trinajör zalı. Ora gedirəm, məşq eləyirəm. Ay, dedim, ay, brat, həqiqi özümə ləzzət elədi. Brat, dedim, ay, sən Allah, doğrudan sigareti at. Mən də günə 4 paçka sigaret çəkirəm. O da necə çəkirəm, brat? 2 paçkasını özüm çəkirəm, 2 paçkasını da stuçunu. Başa düşdün, sigareti alıb qoyuram cibə, o deyir bir dənə ver, bu deyir bir dənə ver, bu deyir bir dənə ver, bir dənə. Həm özüm çəkirəm, həm də çəkdirirəm cəmaata. Halal, başa düşdün? O da pul gedir. Belə yekəxanalıq olmasın, çəkdiyim də ya parlament olurdu, ya da şvitsarski kentdör. Başqa sigaret çəkməmişəm. O vaxt, lap əvvəllər o Vestin yağlı olan vaxtları Vest çəkmişəm. Ondan sonra Vestin zibili çıxdı, attım Vesti. Nəsə, sözüm onda deyil, bırak. Başladım, buna dedim bir əmim oğlu var, bankda işləyirdi. Gəldim buna dedim ki, əmi oğlu, bəs bu Göyçayda zal var, trinajördə. Dedim, gedək orada məşq eləyək də. Dedi, bir həftə gözləcindən gedəcəyik, opsikaya çıxıb bir həftə gedəcəyik. Nəsə, bir həftə qaqa bunu gözlədim, getdim protein, hər şeyimi almışam da, yəni hər şey tam döyüşə hazır vəziyyətdəyəm, həvəs cırır da, deyirəm mən gedəcəm zala. Qardaş, bir həftə oldu, əmi oğlu gedə, yox, mən deyir, gedəsə olmadım, nəmlə, dedim, dur, ostur başımdan, özüm gedəcəm. Sən təmə təkcənə, bura, bastım, getdim, özdə kənddə qalırdım, təzə gəlmişəm Göyçay, taksilər də mən nə tər qoyur, qaqa, 2 manatlıq yolu məndən alırlar 5 manat. O şimdi rasod eləyirəm, basıram, gedirəm, o dağın döşündə Göyçayda bir dənə yaxşı yeri oraydı. Ora gedirəm, girmişəm ora, zalda hamı mənə gülür, bura. Bax, Quran, zalı işlədəndən tutmuş, zala gəlib məşq eləyəndən hamı mənə gülürdü ki, dedilər, qardaş... Orada çox arıq olmuşsan da, sən Çingizə çox arıq olmuşsan. İndi şəklimi göstərəcəm sənə. Qaqa, deyirdi ki, bu idman sənlik deyil, bu daşı kəsəyə tulla, qardaş, çıx ginən burada. Bir həftə zala gedirdim, Anar pəhlivan var, mənim dostum, Anar gəldi zala. Bu da arıq, mən də arıq, brat, Allaha and olsun. Zalda bir dənə Vidadi müəllim vardı, tarix müəllimi idi. 35 kilo qantel var idi. 35 kilo qantellə muskula işləyirdi, brat. Sən pristav eləyirsən. Anarla bir gün zalda heç kim olmayanda, özüm də utanıram 35 kilo qantelə əl vurmağa. Zalda heç kim olmayanda, salam Elnur, salam ürəyim, gözlə sən qaldırım, brat. Zalda heç kim olmayanda xəlbəti dedim, anar, gəl bir qalxaq o qanteli görən nədir? Anamın canı, əlimi atdım 35 kilo qantelə, belə elədim, dedim, oy, bula. Salam Elnur, salam qılır. Dedim, anar, bu qanteli biz haçan qaldıra bilərik. Anar dedi, Allah nə bilim, bura çox ağır bir şeydir də. Qaqa, məni o zalda məni nə tər pisikdirdilərsə, o zalı işlədən, nə bilim, orada uşaqlar, zala gələnlər, o belə gedələr gəlirdi. Mən də elə bil, mən də çox prinsipial adamam, qaqa. Başladım məşqəyə, o anarla, brat, ikimiz. Dedim, anar, nə olacaqsa eləyəcək. Başladıq vəhşi kimi məşqlərə, qaqa. Sonra pandemiya düşdü. Rəhmətli dədəmə dedim ki, mənə orada onun bir şey var idi, emalatxana kimi düzətmişdi özü üçün. Dedim, dədə, o emalatxananın verginən mən zala gedə bilmirəm, trinajörlər hamısı bağlıdır. O zalda, qaqa, o peçi qoyurduq ora, odunu qoyurduq, bura,
külək vururdu, abratka verirdi tüstü dumanın içində. Vəhşi kimi məşqlər elədim. Qaqa bir dənə 32 kilo girim var idi. Heç 16 kilo girim yox idi. 32 kilo girlə başladım, gördüm yox, 32 ilə istədiyimi eləyə bilmirəm. Mənə hökmən 16 da la. Getdim metallondan gir aldım, məşq elədim. Yəni dediyim odur ki, 29 yaşında qaqa bu sənətə başladım, bu pəhlivan sənətinə. Bu dəqiqə 37 yaşım var, bu sənətin şotuna mən ailəmi saxlayıram. Bütün ailə mənim belimdədir. Atam rəhmətə gedib, anamdır, bacımdır, yoldaşımdır, 2 dənə də oğlum var bura. Mən bu pəhlivan sənəti ilə ailəmi saxlayıram. Gəlmişəm, Allah bu sirkin müdürünün canını sağ eləsin. Videomu baxıb iş dəvət edib, gəlmişəm burada yaşayıram. Yəni sənətlə ailəmi saxlayıram. Heç kimin ağlına girməzdi ki, yəni Çingiz başlayacaq pəhlivan olacaq, idman eləyəcək və idmanla da pul qazanacaq. Bu sırf pəhlivan kimi qazanır ama məsələ odur. Yəni o dediyim odur ki, o vergidir, zatdır. O kim ki deyir mən pəhlivanam, mənə vergi ver. Qaqa osturaqçı adamdır o. Bil ki o adam osturaqçıdır, bil ki həmin adamın qaldırdığı daş kuflamyotdur. Qardaş, insanın iradəsi deyilən bir şey var. Sən özün özünlə mübarizə aparsan, hər şey eləyə bilərsən. İndi gözlə sən mən şəklimi göstərim, gör. Celentaniyə oxşayıram. Burada özüm öz şəklimə baxıram. Deyirəm, Allah bilir, mən nə gündə olmuşam, Allah. Yaxşı ki, mən idmana başladım. Var yox lan, hələ abrımı örtdü idman mənim. Allah'a hamd olsun, abrımı idman örtüb mənim. Qardaş, Allah sizi qorusun həqiqətən. Allah biləyimizi möhkəm eləsin, qolumuzu möhkəm eləsin. O sənətə qarşı artıq əski yalanlara, Çingiz, qadana bir dənə fürsətdən istifadə edib danışmaq istəyirəm. Yəni fikir vermə elə şeylərə. Hə, yəni fikir vermə qardaş, elə şeylərə fikir vermə. Sən bizim fəxrimizsən. Elə sorsanda ki, orada bir Meksikalı soruşanda haralsan, bir dənə Azərbaycanı deməyən bizim üçün fəxirdir. Valla. O qədər paxıllar, mən baxıram da, videoların altında rəyləri oxuyuram da, görürəm, nə qədər qarnı qurtdular. Çıxıb 2 dənə turnik vurmayanlar gəlib kimləsə 90 tutur, səhv tutur. Elə şeylər qətiyyən fikir vermə, qardaş, qətiyyən. Yəni, sən Azərbaycana çıxırsansa, sən özünü yox, elə Azərbaycanı da təmsil edirsən. Mənim fikrimi düzgün başa düşsün, bu bizi izləyənlər. Yəni, ona görə deyirəm ki, qaqa, bu telefonda bunda nazat knopkası yoxdur, yobanajizm. Bu telefonda dala nətər eləyirlər bu Xiaomi-də. Əsəbləşdirmək mən. Ha? Tapa bilmədin, yoxsa necə? Yox, bu Xiaomi telefondur. Bunda nazat knopkası nətər, bunu dala nətər eləyin, bu proqramı dala eləyin. Bunu bu qız qurcalayıb kartinkada deyil, kartinkada deyil. Götürüb bunu əlinə alıb qurcalayıblar bunu. Allah bu telefonu kimsə qurcalayıb məni. Bunun telefonum evdə olanda kimsə götürüb qurcalayıbdı. Şəkillər kartinkada deyil səndə? Yox, bura bir dəqiqə. Kimsə bu telefonu götürüb əməlli başlı bunu qurcalayıblar. Bu telefonu qurcalayıb şeyinin nastroykasını dəyişiblər. Şəklimi axtaram. Oy bilə. Bu nə şəkillər? Hə, buradan tapacam indi, göstərəcəm. Aşağı düşün. Şəxsən mənim maraqlıdır. Görməm bəlkə vəziyyət necə olub. Çünki bu gənclərdə bir motivasiyadır. Çingiz, bu da yəni bir şeydir ki, yəni motivasiyadır ki. Əlbəttə motivasiyadır. Elə mən o qədər avara-avara uşaqlar var ki, valla. Gedib o vaxtını ora ayırınca qədər gedər məşq eləyər də, qardaş. Yox, məşq bilsən necədir, brat? Bu məşq elə bir şeydir ki, belə bir şəklimi tapdım, deyən, bunu qıraq elim görüm çıxır. Bu gedən şəkli buradan niyə çıxdı? Bax, belənçinədir, brat. Bax, bu şəkildir. Biri budur. Facebookda çoxdur o şəkillərim mənim. Bir dəqiqə. Bir dəqiqə. Bax, brat. İndiki ilə fərqlənir də Çingiz, hə. Ay yox, brat, orada mənim Facebookda başqa bir dəqiqə gözləm qızlar. Amma Çingiz, burada da biraz elə bir yekəsən, Yox, nə yekəyəm? 1.81'dir bu. Kimi Facebook. Esto not is back, not where is back, but esto not back. Agir is back, not idiot. Hay mucho nervo.
Saat tapacağım öz şəkillərimi. Fotos. Nerede? Ha, tapdım bura. Bax bura. Baxın qardaş. Ay qaqa sən. Bura Ay qaqa qolumun sən. nəzirliyinə bax sən. Qardaş çox ağır olmusan qardaş sən. Qaqa deyirəm 1.81 boyum var idi. İndi mən sənə bir dənə sual verim. 57 kilo çəkim var idi bura. 1.81 boy 57 kilo çəki. Hə. Bir bax o şəkillə. Bax o şəkillə bax indiki vəziyyətin arasında neçə il keçibdi? İdmana başlamamışdan qabaq o gündəydim də bura. Pandemiyadan 29 əvvəl olar. indi 37 yaşım var da buna bax. Sigaret Pandemiyadan- damarımda buna bax. Pilirəm. Oy. Hələ deyəm Qardaş, burada bir şey. valla gənclərə bir motivasiyadır o. Bax bu gedə mənim dostum idi bura. Buna şokoladlı surok verdilər. 14 il veriblər, 10 il veriblər. Bu getdi. Allah qapısını açsın. Bu getdi. Valla Allah'ın olsun yanımda kimlər var isə hamısı narkoman oldu da, bərəkədə and olsun. Mən düzdə mən heç vaxt elə şey eləmərəm, o qoxu yemərəm. Prosta ən azından qaqa polislər gəlib tutanda məni də tuturdular. Özü elə belə yerlər tutmur de, bölmə şöbəzə tutsa, yenə deyəsən cəhənnəmdə bölmə şöbə. Qaqa böyük yerlər gəlib məni tutub aparır de, var yoxla nələr. Cingiz, mən elə şeylərdən uzağam mənim qardaşım. Allahım, məhəlləyə çıxıb mən bir saat kimləsə söhbət eləmirəm. İnanırsan, yəni həqiqətən deyirəm ha. Mən qaqa, mən əysim mənim üstülü adam idim. Qaqa, Quran axı 2000 dalında nə əyri çıxırdı, atırdılar mənim üstümə. Bərəkədə. Onda sən də olan bölümdəydin də ona görə yəqin ki. Hada qaqa, böyründə fırlanırdım da, mənim maşınımda otururdular bütün günü aşağı yuxarı, sülənirdim qaqa. Elə olacaq da bura. İstər-istəməz də o kimisə qınamalı deyir, gəlib sən də aparacaqlar. Buna bax qaqa, sən can buna bax. Bir dəqiqə, buna bax. Ay qardaşım, sən çox arıq olmuşsan. Qatlanmışdım ortadan bura. Bax, idmana başladım bura. 6 aydan sonra mənim vidim budur. Bax, idmanın 6 aydan sonra belə oldum, bax. Bu 6 aydan sonra. Sən də bir şey məsləhət deyəcəm qardaşım, mənə bir cavab verərsən də bir şey məsləhət alacam. Əla qaqa. 6 ayda başlamısan, super. 6 ay keçdi üstündən belə vəziyyətə gəl. Bax, elə bu zalda məşq eləyirdim mən Göyçayda. Super qardaş, super. Allah səni qorusun mənim qardaşım. Sonra Burat bu şeydi, bu Got Talent yarışmasına gedəndə belə vəziyyətdəydim Burat. Yarışlara girirdin hə? Oy. Qaqa bu şeydi də Burat, mənim sən videomu görməmsən, Mərkəzi Asiya Got Talent yarışmasında getdim. Mən videoların hamısına baxmışam qaqa, hamısına baxmışam. baxmışam. Onda beləydim. Burada çəkim elə də çox deyildi Burat, 78 kiloydu. Bu da aman idi, mənlə bir yerdə. Stəkan üstə işim eləməyin zadın hamısına baxmışam mən. Burat bu il yarımdan sonra beləydim videom fasonum. Burada var, videolar var qaqa. Əsas odur, yəni elə demirəm, mənim böyük bədənim olub. Mən onu demirəm. Mənim yəni belə muskulist olmuşam, nə olmuşam. Amma yəni özümə görə qaqa, mən biraz pəhlivan stilində məşq eləmişəm də, silavoy güc. Qardaşım, and olsun Allaha, and olsun heç kim. Mən bir dənə söz deyim. Qanunda Azərbaycan qanı olmayan səndən fəxrləyə bilməz qardaş. Yəni səni tanıyanıram, səndən fəxrləyirəm. Mən bunu şablon olaraq demirəm. Ola bilər təkrar sözlər eşitmirsən, sənin üçün sadə gəlir. Mən yenə də deyirəm. Mən şəxsən bir Azərbaycanlı səndən fəxrləyirəm qardaş. And olsun Allaha. Sağ ol Burat. Bu nə yazır? Marco Lopez. Mi habla español poquito. Çok bitti getdi. Yəni söhbət Russo, Azeri, Russo, Turko. Ay Çingiz, bir də bir söz deyim, sənə də. Bir də əsas sualımı verim çıxıram da. Buyur. Mən bu yaxınlarda əməliyyat oldum qaqa. Varkasel əməliyyatı, damar genişlənmə. Aha. Nə bilim, bir 20 dəqiqəliyəm. Özündə böyle hərbidə olmusan da bilirsən, tez-tez başlarına gəlir də o hərbiçilər. Mən özüm hərbidə işləmişəm, nəsə çıxmışam. Nəsə sözüm onda yox, qardaş. Özüm qaqa tiyaqa da artırdım, powerlifting, 3 hərəkətin cəmi. Tiyaqa, powerlift, prisidaniya, jimloja. Aha.
Bir də ki mənim iş rejimim elə idi ki, mən ayaq üstə çox qalırdım da. Qardaş, birdən ağrılar baş verdi də qaqa məndə sol tərəfdə. Da indi gözüm Bildim də, bildim bura. Başına dönərəm sən, ay Çingiz. Nəsə getdim həkimə, vücudan zaddan keçdim. Bir də səndə damar genişlənmədi. İkinci dərəcədə uşaqlar bilər də, hər bir olanlar bilər nə var nə. İkinci dərəcədir ki, 3-ə keçmə meyillidir qardaşım. Keçən ayın bir əməliyyat olmuşam. İndi yaxşıyam, şükür Allah, işə zərat çıxıb eləyirəm qardaş. İndi sualım budur ki, neçə aydan sonra yüngül öz formamı, yəni əvvəlki o powerlifting istəmirəm. Çünki qaqa bir dənə söz deyim. Bizdən qonşudur. Sən bu ağırlığı qaldırandan sonra sən bu şariklərin başladı genişlənməyə, yoxsa ondan qabağı idi? Hə qardaşım, hə. Düşmür də, bəs məsələ də orasındadır ki, bu ümumiyyətlə insan genetikdir. Məsələ bir şey deyim, adam var ki, o həmin hərəkəti eləyir, o adama fəsadları başqa cür verir. Adam var ki, heç onun vecinə deyil, illərdir, ölənə qədər edir, ona heç nə olmur. Yəni o genetik olan bir şeydir. Ola bilər ki, səndə genetik ona meyillilik olub, biraz da ağırlıq qaldırmısan, onun üstünü aşmısan da. İndi mən sənə bir dənə söz deyim. Bu ola bilər ki, məsəl üçün bizdə sən tanıyarsan da Razım Hüseynov var, Tosu, bizim qonşumuz. Yaxşı adam da, ağsaqqal adamdır. Tanıyıram, mən niyə tanımıram mən? Razım Hüseynov bizim qonşumuzdur, çox yəni hörmətli adamdır, tanıdığımız idmansıdır da. O dedi gəlir Kənan, sənin boyun buxunun yaxşıdır, gəl gir powerliftingə falan. Mən də şey işləyirdim, kaçka basırdım özüm üçün. Gəldim, girdim powerliftingə. Hər ağır çəki qaldırdıqca Çingiz adama motivasiya gəlir axı. Yavaş qardaşım. Gəlirdim pik nöqtəyə çatmırsan, orada qramlar rol oynayır da, başa düşürsən. Məsəl üçün, deyək ki, sən bilərsən də 210-u qaldırıram rahat, düzdür? Orada müəyyən o xırda qram şəkil daşları qoyanda, baxma, 210-u, tutaq ki 210 deyirəm də, xal hesabı ilə. Orada qramı qoyanda onu qaldıra bilmirsən. Orada pik nöqtəyə çatanda qram rol oynayır. Elədir, qaqa, ümumiyyətlə orqanizmlə çox şey asılıdır. Yəni, dözümlük söhbəti var, orqanizm söhbəti var. Valla bax, Allaha and olsun qaqa, mənim bir dəqiqənə bax, buram var, bax, burada sümük var, bax, bu, bilməm, bax, bu. Bu zədəlidir, bax, onu mən yazığa imkan verir, elə pis ağrıyır ki, Qurana, elə ağrıya da işləyirəm. Onu mən bir dəqiqənə həkimə aparım, göstərim, həkim ona nəsə deyəcək. Rejimə də ki, məndə yoxdur, məndə də var ağrı, amma başım buraxmışam, ağrıların dalıcan keçir. Yox, sən peşəkar məşğulsan deyə, sən məcbursan onu idmanı davam eləyəsən. Başa düşürsən, yaşımda elə yeridir ki, sən bu yaşdan sonra sən irəliləməlisən. Amma mən məsələn həvəskar idman üçün tez saxlayardı idmanı, tez gedərdi həkimə, yoxlatdırardı. Çünki sənin çörəyin ondan çıxır deyəsən, məcbursan qardaşım. Amma mən bir şey deyim, sabah məndə də məsələn elə travma ola bilər ki, mən onu eləyə bilməyəcəm. Yəni məcbur olub da ona o genetik faktorlar da var. Adam var, qardaş, mən tanıyıram, Qurana and olsun, 50 kilo qaldırıb qrijası olur. Mən adam tanıyıram ki, 100 kilo qaldırıbdı, babasıyla çıxıbdı. Pramoy babasıyla bilsən nə olubdu? 4-cü dərəcə olubdu. 100 kilo 4-cü dərəcə baba. O orqanizmə. Əskərlikdə bizdə uşaq var idi, təzə gəlmişdi. Bir aşağı elədi, qozaqları sallandı, varkasil oldu. Görürsən. Dizinə gəlib çatırdı. Dizinə gəlib dizinə çatırdı. Bilirsən, uşaqdan elə şey oldu. İndi bir söz deyim də qardaş, mütləq qardaş bir söz deyim də. Bu idmandasansa qardaş, mütləq sən məsələn mən öz gücümə də artırdım deyə, bəlkə də güc düşüb ora. Mən müəyyən preparatlardan istifadə etsəydim, bəlkə də güc düşməzdi mənə. Ya düşür yenə də qaqa. Bax preparatın səbəb bir şey deyim də. Anabolik steroid qəbul edirsən müəyyən dozalarda. Məsələn o ağır qalxızan o powerlifterlər var, o ağır çəkiləri girirlər. Onlar bir dənə steroidu heç nə demə, ən çox dekadır da, yəni deka qanın arasına girən deka deyilən bir steroid var, odur. Bəli. O deka bütün əzələləri, bütün oynaqları zadı sulandırır, sən travmanı hiss eləmirsən. Var yoxla nələ kursu dayandırsınlar, həm şar kimi boşalırlar, həm də ki, bura bütün ağrıları başlayır. Ölənə qədər onlar kurs eləməlidir. Canım səhədir, gəl bir söz deyim də. Əgər ağırlıqlara, priderdən qıraq ağırlıqlara girirlərsə, özlərin, məsələn, Azərbaycanda məsələn idmançılar var ki, mən tanıyıram, Azərbaycanda hətta idmançılar tanıyıram ki, bir dəqiqənə elə steroid edib, elə çəkilərlə hərəkət edir, nə olsun? O kursu bıraxan kimi onun ağrıları başlayır, bütün bədənləri ağrıyır, sümükləri ağrıyır.
Çünki sən kurs eləyəndə sən onu hiss eləmirsən, o ağrıları. Bədən dopingdə olur deyənə vəhşi kimi işləyir. Amma sabahlam steroidi dayandırandan sonra ona görə yəni steroidi eləməyin də bir şey var, prideli var. Sən yəni elə dozanla, yəni, elə şəkildə steroid eləməlisən ki, elə çəkiyə girməlisən ki, sabahları onun altını çəkməyəsən. Bu dəqiqə steroid eləyib elə möhtəşəm çəkilər qaldırmaq olur. Bildim. Başa düşdüm qardaşım, mən nə deyirsən. İndi bir söz deyim də qardaş. Məsəl üçün tutaq ki, Kamran Lazimovu tanıyırsan da, yəqin tanıyırsan. Hə, niyə tanımıram, tanıyıram. O adamın neçə kilodur o? Deyəsən 85-90-da iştirak edir də o. Neçə kilo tiyə qədər artır o? 300 neçəsə kilo dartmışdı axınıza və 300 uşaqlardan burada varsa 310 kilo deyəsən 310. Yəni mən prosto sual verirəm ha. Yoxsa 320 kilo idi bilmirəm. Hə. Bax məsəl üçün qardaş o adam yəni mənə elə gəlir ki, kurs eləməsə imenlə onu demirəm ümumiyyətlə. Bax Aydın öz olsun, hamısı fəxri bir söz. Azərbaycanda powerliftingdə bu gəncləri çıxmaq şərti ilə bu professional powerlifterlər var ha. Hamısı kurs eləyir. Hamısı kurs eləyir. Hamısı kurs eləyir. Mən adam tanıyıram ki, Quran haqqı kurs eləyir amma boynunu almır. Deyir mən kurs eləmirəm. Məndə genetik gücdür. Hamısı kurs eləyir. Ağır atletika. Sən genetik gücü bir yerə qədər də qardaş, bir yerə qədər ola bilər də. Sən 350 kilo necəsən? Amma sənə bir şey deyim, məsəl üçün mən adam tanıyıram ki, yəni kurs eləyir, o kurs eləyəndən sonra məşq eləməlisən, paxat eləməlisən. Yəni kurs eləməyəndə 1 kilo paxat eləyirdinsə, kurs eləyəndən sonra 5 kilo eləməlisən. Yəni kurs eləyib paxat eləməməyin mənası yoxdur. Yəni hər adam da kurs eləmək, o kurs hər adama da düşmür. Adam, məsəl üçün mən adam tanıyırdım ki, burada ən bahalı steroidləri aldı, orijinal brend malları aldı, kurs elədi, zırt da əldə eləyə bilmədi. Yəni kurs o demək deyil, sən kurs eləyəsən, sözsən güclənəzsən. Kurs eləyibsən, onun bədəninin dözməyi var, dözməməyi var, sənə verdiyi reaksiya var. Sənə elə bir reaksiya verə bilər ki, sən infarkt da keçirdə bilərsən. Qardaşım, bizdə bir iş yoldaşım vardı, mənim kurs eləyib də işləyirsən, qaqa. Allah'ın olsun çöndərdi, xərçəng elədi. İndi müalicə alır. O xərçəng onda xərçəng olubdur. Onda xərçəng olubdur, aktiv şəkildə olubdur. Kurs eləyibdir, lab onu aktivləşdiribdir. Burası o, bilsən necədir, o üst-üstə gəlir, düşür də o. Əvvəl uşaq vaxtı futbol oynayırdıq, topu vururduq, top girirdi, dəmirin arasına girib qalırdı. Yəni sən milyon dəfə də topa vur, o gedib o dəmirin arasına girmirdi. Amma topu vururdu, bəxtəbəxt gedirdi, rişotqanın arasına girib ilişirdi, deyirdi, oy bula. Onu sən istəsən də ora sala bilmirsən, o da elə bir şeydir. Ay sağ ol, hə, o bəxtəbəxt gəlib, onun rak xəstəliyi olub onda, o da gəlib çıxır. Mən uşaq tanıyıram ki, ömrü boyu kurs eləməyibdir, rak olubdur. Mən adam tanıyıram ki, 1-ci sinifdə oxuyur, xərçəng xəstəliyi çıxıb uşaqda. Qaqa, o rak xəstəliyi onluq deyil, o kurs ona aid. Sən rak olub kurs eləyə bilmərsən. Əgər raksansa, rak səndə artıq başlayıbsa hərəkətə, sən kurs eləsən, təbii ki, o daha tez bürüzə verəcəksən də. Amma o kurs eləyib rak olmaq, o ostraq söhbətdir, Brad. Yəni, mən dünyada nə qədər idmançılar var, ha. Yer kürəsində bir dəqiqə idmançıların 98% kurs edir, xəbərim var. İstəyir futbolist olsun, istəyir olimpiya çempionu olsun, istəyir nə bilim UFC olsun, istəyir MMA-sı olsun. Söhbət professionalları deyirəm ha. Professional 98% idmançı UFC icazə var. UFC icazə var da kurs eləməyə, xəbərim var da, yəni bir şeyə geç. Qardaş deyirəm olimpiya var, olimpiya idmanına hazırlaşanlar kurs edirlər, yarışa qalmış təmizlədirlər. Amma onlara yenə də kömək edir hansısa bir çəkidə. Ay sağ ola. Mən deyirəm axı qardaş, bu videoya baxırıq da qardaş. Bu 480 kilodur. 500-ə yaxın kilo olub. Bu nətər öz gücünə qaldıra bilər? Bu nədir yəni? Bu insansan da. Yəni sən ondan artıq nəzən ki, yəni sözün belə pis çıxmasın, mənim gözəl qardaşım. Elədir, Murat. Mütləqdir də, yəni mütləq. Şeyin Allah səni nədir? sınavanda eləsin qardaş. Mən də çıxmaq istəyirəm. İnsan əzələsinin yaddaşı deyilən bir şey var. Əzələ yaddaşı. O əzələ yaddaşı hər adam onu eləyə bilmir də. Uzun illər bir işi çox görən adamlarda əzələ yaddaşı əmələ gəlir. O dünən yoxsa gün 1 il, 2 illə əmələ gəlmir. Uzun illərlə sən bir işi hər gün eləyirsən, səndə əzələ yaddaşı əmələ gəlir. Məsəl üçün sən
Qalxızırsan 250 kilo, kurs basıb 250 kilo qalxızırsan, olimpiya hazırlaşarsan, sən 250 kilo qaldırmalısan. Məsələn, sən Bəli. kurs edirsən, kurs elədiyin müddətdə o 250-ni eləyirsən, sonra kursu dayandırırsan. Kursu dayandırsan da sənin amma məşqlərini dayandırmırsan. Kursu dayandırırsan, məşqi dayandırmırsan. Bədən görüb o 250-ni. Sən kursu dayandırmama baxmayaraq sən həftədə bir dəfə ya 20 gündən bir dəfə ya bir ayda bir dəfə yenə o 250-ni eləyirsən, yenə qaldırırsan. Ucu bədən onu öyrəşir. Bədəni sən adaptasiya elətdirirsən o 250-yə. Bildim qardaş. Sabah yarışında rahat 250-ni qaldırırsan. Qaldırırsan. Ha. Analiz versən, analiz təmiz, qanun təmiz, amma sən 6 ay bundan əvvəl onu eləmisən. Yəni olimpiya Eləmisən, çempionları, yaddaşda olimpiyada qalır, iştirak hə. edən ağır atletlər hamısı kurs eləyirlər. Qaqa. O kim ki deyir mən kurs eləmirəm, o elə belə malyadojnu zatdı, o yüngül şeylərdə. O mən seriozun çəki qaldıranları deyirəm. O ağır çəkilər girən hamısı kurs eləyir qardaş. Kim deyirsə eləmirəm, bil ki yalandan. Düzdür, sübut eləyə bilmirsən, qanında çıxmır, analiz verir tərtəmiz, amma eləyir qardaş. Çörək qulağımızın dibinə yemirik ki, biz də bu ağır atletikanın içində olan adamlar. Ha qardaş, o cəmaət uşaq deyil. Allah sən var eləsin, ay Çingiz qardaşım. İndi deyirsən mən neçə aydan sonra məşqə başlayım? 5-6 ay keçsin, nə deyirsən? Sən həkimlə məsləhət elə. Valla mənim qabağım rastım elə bir şey çıxmayıbdı. Yəni onu mən deyənmərəm. Onu sən həkimlə məsləhət elə gör. Nədir? Həkimdən çox elə bir idmançı tap ki, Varkasildən əməliyyat olan olsun. Elə bir adamdan məsləhət. Həkimə qalsa həkim deyəcək heç çox idman eləmə. Azərbaycanda həkimləri bilmirsən qaqa. Bildim qadanam, bildim ay Çingiz. Allah sən var eləsin qardaş. Yəni boş-boş nəsə yazanlara da fikir vermə. Sən bizim fəxrimizsən. Sən yaxşıların fəxrisən, onu biləsən. Pis həmişə pisdir. Sağ ol bura. İnşallah Çingiz arada gələcəm qoş mən canlıya da dərdləşək. Nə olar? Biraz mövzu haqqında müzakirələr aparaq. Mən də sevirəm belə söhbətləri. Valla sən elə bomba kimi suallar versən, maraqlı sual. Mən hələ məlamadan belə sual vermir. Girən çox adam ya sakit durur, sualları seçmək ümumiyyətlə. lazımdır. Hə. Yəni həm izləyiciyə maraq olsun qardaş. Həm də bizi izləyən burada gənclər var da ki, çəkisi 50 kilo, 60 kilo. Valla bunda deyim çıxmayıb aşağısı olmasın. Çıxırsan bulvara, Bakıya da. Hə. Çıxırsan bulvara, arı-qarı uşaqlar təsbih əlində gəzirlər, boş-boş şeylər, nə bilim, kriminal belə getdi, falan şey belə getdi. Qardaş, gedin məşq eləyin, özünüzü yetişdirin, özünüzü sağlamlığınızı düşünün, uşaqların günahı yoxdur, Brad. Mən sənə açıq bir şey deyim, eşsən məni. Nə uşaqlarda günah görürəm, nə uşaqlar. Qardaş, günah, mən bir Göyçaydan danışacağım, yenə də mən başqa rayonları danışanmaram, görməmişəm. Mən Göyçaydan danışacağım. Qardaş, Göyçay rayonunda idman təbliğatı sıfır səviyyədədir. Göyçaya hansı icra hakimi gəlib, mən indiyə qədər görməmişəm ki, hansı Göyçayda bacarıqlı gəncləri, idmançılara podderjivot eləsin. Göyçayda bir dənə idmançılara dəstək olan bir dənə sadə bir oğlan var. Allah onun canını sağ eləsin. İlyas adında bir oğlan var. Ondan başqa mən Göyçayda hələ heç bir Göyçaylını görməmişəm. Söhbət ya pullu olandan da deyirəm, pulu olmayanı nə? Pulu kasıb, heç olmasa maddi yox, belə mənəvi cəhətdən dəstək ola idmançıya, onu da eləmirlər. Nə icra hakimindən görmüşəm, nə varlı oğlanlar görmüşəm Göyçayda, pullu qaqaşlar görmüşəm. Heç vaxt idmançıya dəstək olmayıblar. Şablon, hər bir rayonun 2 dənə, 3 dənə şablon idmançısı olur. Sabah bir tədbir olanda o şablonlar gəlir çıxır ora, elə bil onlardan başqa rayonda idmançı yox. Amma mən bir pəhlivan olaraq Göyçaydan nə icra hakimiyyətindən qayğı görmüşəm, nə Göyçayın idmanından qayğı görmüşəm, nə Göyçayın mədəniyyətindən qayğı görmüşəm. Yəni rayonun idmanı həvəsə salan qurumlar olmalıdır birinci növbədə. Qurumların qozuna deyil, o uşağın nə qozuna olacaq? Uşaq da gedir təsbih alır əlinə, gedir öz bildiyini eləyir. Banditlik ona görə çoxalır, narkomanlıq ona görə çoxalır. Özüm də uzun illər polisdə işləmişəm. Narkotik nədən əməl, narkoman nədən əmələ gəlir? Bir insanın narkoman olma səbəbi birinci növbədə avaraçılıqdan əmələ gəlir. İnsanın həvəs elədi, maraq yarada biləcəyi bir nöqtə olmur deyənə, maraq yarada bilmir deyənə, gedir narkoman olur. Başa düşdün? Bəli, ya da iğraman olur. Bu dəqiqənə Azərbaycanda gənclərin 2 dənə şey var, problemi var. Gənclərin 50%, Azərbaycanda əgər 100% gənc yaşayırsa, onun 50%-i narkomandır. Yəni narkoman nədir? Sigaret, marihuana, ağır narkotik vasitələr, yəni bu işə maraqlıdır. 50% də iqramaniya.
İqramaniya xəbərin var nədir İqramaniya? İqramaniya Yox da qardaş, narkomaniya yox, kimi bir şeydir. Sadəcə olaraq narkoman kayf tutur bütün günü, İqramandakı bütün günü oynayır. Oynayır, Hə, o qədər oynayır. oynayır, Hə, hə, ancaq başa oyun düşdüm, oynayır. başa düşdüm. Yəni Azərbaycanda İqramaniya ilə narkomaniyanın inkişaf eləmə səbəbi də qurumların günahıdır. Mən bir Göyçayda olaraq qardaş deyirəm ki, yəni Göyçayda idman səviyyəsi yoxdur. Göyçayda mən bir Samirə xanım var, Heydər Əliyev mərkəzinin böyüyüdür. Allah onun canı sağ eləsin. Yəni o qadın olaraq o Göyçay üçün çox şey elədi. Mən orada olanda. O məni bir gün tədbir oldu. Ora polis çağırdılar. Göyçay şöbəsindən polis gəldi. Bəli. Nə bilim müəllimələr gəldi, nəmlər gəldi. Oradan da bir pəhlivan kimi məni dəvət elədi Samirə xanım. Mən gəldim, oturdum orada. Hamı danışanda gedələr oturub belə başlarına kepka, saçlarım belirib belə eləyirlər. Mən idmandan sual verdim. O qoyun kimi ağızlarını ayırıb baxdı. Mən onda gördüm ki, qaqa bunların məqsədi odur. Ortada fasilə oldu. Cavan uşaqlar 9-cu, 8-ci hamısı qaçdılar papros çəkməyə. Ay İdman bunların qozuna deyil. Başa düşdüm qardaş. Bu təbliğat lazımdır. İnsana həvəsləndirmək lazımdır. Əgər sənin həvəsin yoxdursa, uşaq həvəslə idmana gəlir. Başa düşdün? Uşağa Bəli, həvəs bəli, eləməsən, bəli. böyük adam, mən böyüyəm. Mən 29 yaşında mən idmanı özüm sabrazm eləyib idmana başlamışam. Və idmanın içində artıq görmüşəm ki, mənim çörəyim buradan gəlir. Mən buradan məndə yaxşı alınır. Mən buradan çörək qazana bilirəm. Mən başlamışam. Uşaqda o deyil. 14-15 yaşında uşağı sən həvəsləndirməlisən. Yəni həvəsləndirici yarışlar keçirtməlisən. Cəhənnəm sən yarış keçirtmirsənsə, Çingiz Pəhlivan Göyçayda yaşayanda mənə şərait yarada bilərdilər də. Onların əlindədir ki, ay Çingiz Pəhlivan, bu zalda gəl məşq keçirən uşaqları onu da eləmədilər. Başa düşdün? Mən Meksikaya gəlmişəm günü bu gündə. Meksikanın bir şəhərinə getmişdim. O şəhərdə mənə, o şəhərdə idman zalını işlədən mənə dəvət elədi ki, gəl sən bizim zalda işlə günə. Biz çox istəyirik ki, sən kimi bir insan gəlib bizim bu şəhərdə gəncləri öyrətsin. Nə oldu? Bu Göyçayda tapılan olmadı. Yəni bu uşaqların üstünə düşməklə deyil, qaqa, o qurumlardır. Birinci növbədə icra hakimiyyəti, ikinci növbədə idman, üçüncü növbədəki mədəniyyət. Yəni rayonlarda bu inkişaf eləsə, idman da inkişaf eləyəcək. Onların başı qarışıb başqa şeyə, qaqa. Onların maraqlı deyil. Şablon həyat tərzi. Əlilləri qəbul edirlər, qazilər, əlillər şikayət. Qardaş, bu qazi şikayətindən başqa, əlil şikayətindən başqa qədər heç kimin şikayətinə baxmırlar. Ged ora döyünəsə heç qozlamayacaqlar. Hə, elib yola verirlər. Heç qaziyə də baxmırlar. Yəni bir dəqiqə rayon üzrə Azərbaycan Respublikasında hansı icra hakimiyyətinin qabağına get, orada ancaq qaziləri görəcəksiniz. Başqa orada heç kimi görməyəcəksiniz. Onlar da ki, elə orada da bir icra hakimiyyətinin qarış qəbuluna düşməkdən ötürü sən gərək gözləyəsən. Mən bir dəfə düşdüm, 120-ci adam idim. 120-ci adam idim mən. Ay qardaş, 120 adam gözləyirsən, günorta olur, acından ölürsən, mədən deşilir. Bir də görsən deyir ki, bəs icra yoruldu, get gələn həftə gələrsən. Ha, belə şey olar ha kişi. Belə oyun olar, belə hoqqa olar ha kişi. Adamı doluyurlar barmaqlarına. Ona görə də gənclər bu vəziyyətdədir. Yəni o Nail Kəmərli gündə bir narkomanın götünə düşür. Narkomanın götünə düşüb video çəkməklə sən narkotiklə Azərbaycanda mübarizə apara bilmərsən. İstəyir Nail Kəmərli olmasın, istəyir nə bilim filankəs nə bilim Toqqalı olsun. Fərqi yoxdur qardaş. Mən özüm polisçi olmuşam. Mən deyirəm, narkotikin qabağını almağın bircə dənə yolu var. Azərbaycanda hamı birləşib idmanı podderjivit eləməlidir. İdmançıya dəyər, qiymət verin, görün gənc nəsil nətər idmana həvəsi. Heç onu da eləmirlər, xalq olaraq da eləmirik, qaqa. Xalq olaraq da biz Rafael kimi adamı Rafael kimi adam bir dəqiqə Rusiyadadır, səhv eləmirəmsə. Bilmirəm. Bilmirəm, mən Rafael ağa bilmirəm qaqa hardadır. Amma mən sənə yenə də deyirəm ki, Azərbaycanda bir xalq olaraq, bir cəmiyyət olaraq, nə deyim, bir topluluq olaraq, qardaş, millət olaraq deyirəm ha, yenə də idmançıya dəstək olmurlar. Bizim millət, qaqa, özümüzün axırına çıxırıq. Birləşiblər, ələ veriblər, qurumlar, müəyyən qurumlar, bir də Azərbaycan xalqı yumruq olub, gəncliyi məhv eləyirlər. Yəni tək qurumların da üstünə atmıram, çünki orada bizim millətin də günahı var. Hamıya hitaf eləmirəm, amma mən sizə əminliklə deyirəm ki, Azərbaycanda 80%, 10 milyon insan yaşayır Azərbaycanda, onun 300-400 min Azərbaycanlı idmana həvəsi var. Qalan o 9 milyon nə qədər Azərbaycanlı show biznesi sevir.
Millətə show biznes maraqlıdır. Velizara Sən bu baxırlar, dəqiqənə- Velizara. Bu dəqiqənə cavan oğlanlara gir, bax TikTokda gör nə ağarırlar. Heç nə demirəm, o Vəlizarla PK atan oğlanlara bax, nə tər sevinirlər, nə tər fəxr edirlər. Çingiz, ay Çingiz, bir də Sabahlarım mövzudan Çingizlə PK atsınlar elə fəxr, çünki o fəxr eləyir, o sevinir, uşaqdır, onu qınamır. Uşaq sevinir ki, mən Vəlizarla oynayacam, Vəlizarın şotuna mən populyar olacam, Vəlizar məni tanıdacaq. Mən dedim axı, uşaq beyni, uşaq psixologiyası tanınmağı xoşlayır, həvəsləndirilməyi xoşlayır. Və Vəlik də oradan qəşəng həvəsdən verir onlara, başa düşdün? Təbliğ. Amma sabah Çingiz bir dəqiqə canlı açsın, bir dənə uşağı qoşsan, ay Çingiz. Çingiz, gör nə deyirəm. Uşağa maraq verən yoxdur. Çünki uşaq bilir ki, Çingizə baş qoşacam, neynəyəcək? Çingizi bütün günü var yoxunu söylər burada. Çingizə nə verirlər? Zırt da verən yoxdur. Amma sabah Çingizə millət dəstək olsaydı, Çingizə millət dəstək olsaydı, sabahlarım gənc nəsildə baxıb həvəslənərdi. Ay Çingiz eşidirsən məni? Qaqa, Vəlizarın canlısından 45 min yaxın adam olur ya. 45 min bilirsən nə deməkdir qaqa? Da, bəs mən sən nə deyirəm ki, tək qurumlar deyil ki, qaqa, millətin də günahı var da, millət olaraq yumruq veriblər, birləşiblər. Qulaq as, bu deməkdir ki, hələ girməyənləri demirəm ha. Dalam müstəmətərsən Girənlərin sayı 45 mindir. Bu deməkdir ki, Azərbaycan müzikasına 45 min, yəni onun canlısına girəndən gedir ha söhbət. Əlavə də olaraq var. 45 min üzərində var. Qaqa, günü-gündən də bunlar elə bilib qaqa doğurlar. Qaqa, məsələ orasıdır ki, bəs mən sənə deyirəm ki, həvəsləndir. Bax, Azərbaycan xalqı Sən danış, mən səssizə qoyuram, marketə gedirəm. Rafael Ağayev deyirsən, Rafael Ağayev bütün günü TikTokda deyil də. Yəni Rafael Ağayev sosial adamı deyil. Məsəl üçün sosialdan istifadə eləmək lazımdır. Çünki günü bu gündə dünyada siyasəti sosial üzərində qurulub. Bütün siyasətlər sosial üzərində gedir. Yəni mən günü bu gündə bir pəhlivan olaraq sosial üzərində mən təbliğat aparıram. Azərbaycanda mənə baxıb, məndən videolarıma baxıb həvəsə düşənlər mənə protiv gedirlər çoxsu. Bu bir tərəfdən. Bu tərəfdən Azərbaycan xalqını deyirəm. Mənim videom qarşısına çıxıb ona like verməyən Azərbaycan xalqından danışıram. Like verənləri demirəm. Maraq vermirlər, like vermirlər. Sabahlarım uşaq da görür ki, Çingiz kimi mən həyat yaşayıb, mən populyar ola bilməyəcəm. Amma Vəlizar kimi həyat yaşayıb, mən populyar olacam. Mən açığın deyirəm, qoyqa, mənim Vəlizara paxıllığım tutur. Ona bir yandan deyirəm ki, halal olsun ki ona, 3 ayın içində, 4 ayın içində qardaş partlatdı da. Azərbaycanda bir dəqiqə ən hörmətli adamlardan biri deyil o, sənin xəbərin var. Məsələ budur. Əgər baboşun eşəyə ölüb, baboş getdi, vızqırtdı. Bax, bunların hamısının vaxtı var. Vaxt var idi, bayram nurluydu. Bayramın canlısına ki, açıq danışada bayram nurlu oldu. Sonra bayram getdi, nə bilim, filan kəs gəldi, o getdi, baboş gəldi. Baboş getdi, bu indi sabah biri çıxacaq, Vəlizarın bazarını öldürəcək. Amma məsələ oldu ki, bunlara dəstək olanlar həmişə olacaq. Amma Azərbaycan xalqı idmana dəstək olmur. Bizim millət idmanı sevmir. Yəni sevənləri demirəm ha, sevməyənlər çoxdur deyəni ona görə elə deyirəm. Yəni bizimkiləri show business. Filan müğənni nə tursik giyində əyninə, o filan müğənninin o şkafına açdılar oradan nə tursiki çıxdı, filan müğənninin nə qədər pulu var. Filan kəslə filan kəs dava elədi, filan kəsin var yoxunu söydü, filan kəslə filan kəs 2 nəfər dalaşsın ona baxsınlar. Nə bilim filan kəs arvadından boşandı. Filan kəs nə bilim bayısını zorladı. Bax belə şeylər bizə maraqlıdır. Bizə maraqlı deyil. Filan pəhlivan nə qaldırdı, filan idmançı nə uğur gətirdi, filan güləşçimiz nə elədi, bu bizə maraqlı deyil. Bu dildə deyirlər ha, dildə deyirlər ha, amma əməldə yoxdur. Çay Çingiz. Canım sənə qurban. Ürəyim qurban. Mən işə gedirəm, baş qarışıqdır məndə. Sənə qurban, düz bilərsən yəqin ki. Yaxşı yol bura. Hə, canım sənə, Allah səni qorusun qardaş. Öpürəm səni. Şəxsən mən səni çox istəyirəm, biləsən. Öpürəm səni. Sağ ol Murat, sağ ol. Arada gələndə qoş da mən dəftəşəyə qaqa. Hədə sən gələndə dikinən mən səni qaldırım da bura. Yaxşı əzizim, yaxşı. Öpürəm səni qardaş. Çox sağ ol. Sağ ol. Ya qiymət verən deyəndə bura toplum nədirsə elə gedir də. Bax məsəl üçün ümumiyyətlə bir insan bütün toplumu idarə etməyə bacarır. Məsəl üçün başqa ölkələrdə görürsüz, məsəl üçün miting olur. Görürsüz bir dənə adam çıxır, şey eləyir, millət düşür onun dalına gedir. Həqiqi elədir, bura elə bir keçi gedir, qabaqda qoyunlar da onu dalayıcan. Başa düşdün?
Yəni bu hər yerdə belədir də, bacarır qardaş. Onu da bacarmaqdan ötürü becərən adamlar var. Başa düşdün? Öz-özünə ora gəlib çıxmır. Başa düşdün? Məsəl üçün sən 30 dənə qoyun saxlayırsansa, o qoyunu bir keçi öz başına gəlib qoyunun qabağında keçi durmur ki, gedirsən bazardan bir keçi alırsan, keçi həmişə viduş olur da, qoyursan sürünün qabağına, keçi bütün sürünü viduşu dartır aparır. Əgər sən gedib bazardan o keçini almasan, ya da o balaca vaxt o keçini alıb böyütməsən, o qoyunları heç vaxt yəni o keçi öz-özünə belə elib çıxmır ki ortaya. Yəni dediyim odur ki, o Azərbaycanda yaşayan o bəzi toplum var ha. O bəzi toplum, mən onlara qoyun deyirəm. Bilsən nəyə görə? Çünki Vəlizar kimi keçinin dalıcan hərəkət edən topluma ancaq qoyun demək olar. Başa düşdün? Həmin o qoyun sürüsü var ha. O qoyundur. Onlar belə belə eləyirlər. O Vəlizarı ora öz başına çıxmayıbdı qardaş. Vəlizarı ora dəstək edib çalıblar. Ona podderjivit edirlər. Orada böyük pullar buraxıblar. Ona sən nə danışırsan ha kişi? Sabahların bir dənə imkanlı adam çıxsın, 3-4 dənə imkanlı adam girsin mənim canlımda mənə şir atsınlar. 3-4 dəfə mənə şir atsınlar. Gör Çingizin canlısında 10 min, 15 min adam olur, yoxsa yox. Pulu buraxsınlar, ya nə bilim Çingiz olmasın, Rüstəm Pəhlivan olsun. Rüstəm Pəhlivanı sabahlarım çıxsın, 3-4 dənə imkanlı adam. Bax elementar isə bir dənə, o mırıqdış gedən adı nə idi o? O Lokko eləyən var idi. O Lokko nətər popülər oldu? Lokko'nun qardaş, o Hüseyin nə bilim nə var o milyoner, pılı tırıq kimi olan. O Lokko ilə video çəkdi, qaqa. O bilsən nə deməkdir? O Lokko popülər olurdu. Bu onu çəkdi yanına. Bu o deməkdir. Ondan sonra nə qədər brend paltar yerləri, brend restoranlar, brendlər, ancaq brendlər oynan başladı. Bu özü dəstək idi qardaş. Yadınızda saxlayın, pul. Velizarın canlısına girir imkanlı dədən ana pullu qızları, çoxsu imkanlı qızlardır. Papaların qəşəng pulu var, pulları tırıq kimidir. Hədiyyədən qoyurlar orada, bir-birinə rəqabət aparırlar, şirdən basırlar ora, biri pampers atır, biri şir atır, biri nə bilim nə atır, silçıraq atır. Puldan buraxır, sponsorvit eləyirlər, yetişdirirlər. Qoyunlar da ki oradadır da pastanı, qoyun nədir, eləyirlər. Başa düşdün? Ben mesela Atilla, mən girir mənə deyir özünə hörmət elə. İndi mən bu Atilla'ya deyəcəm ki, ay Atilla, adına Atilla qoyublar. Atilla-san, nəsən, qalx yuxarı. Bir üzvü aç göstər, mən nə qalır? Tillalıyım mən. Atilla, yox bir. Matilla. Atilla, valla, yəni bilirəm, belə siğədən əmələ gəlmirsən. Bunu mən sənin əminliyinə, sənin xəbərin yoxdur, mən sənə deyirəm ki, sən siğədən əmələ gəlmirsən. Sənin atanla anan, birinci basışıblar, sonra evləniblər. Bunu mən sənə əminliklə deyirəm, Atilla. Azərbaycan mentalitetində evlənəndən sonra toy gecəsi olur. Sizdə toy gecəsi olub, sonra sən anavın qarnında olmuşsan, sən anavın toyun görən uğraşsan sən. Anavın qarnında anavın toyun görmüsən sən. Ona görə girib mənə ilişirsən. İndi get bloka. Gördün sən nətər qəşəng sözlər dedim. Xoşun gəldi. İndi gördün adama nətər hörmət eləyirlər. Gedin də hara istəsən şikayət elə. Düdük köpək oğlu. Burada söz danışıram ağzımda. Girir mənə deyir özünə hörmət elə. Sən kimsən ə kişi? Sən kimsən hörmətdən danışırsan? Hörmətli oğlan qalxsın yuxarı, üzünü açsın, göstərsin. Desin ki, mən filan kəsəm, hörmətli oğlanam. Mənim belə hörmətim var, belə tanı. Sənə mən Çingiz irad bildirirəm. Mən də dilimi soxum götümə. Deyim, qardaş, buyur, iradımı bildir ginən. Girir burada irad bildirirlər mənə. Nəsə, mən çıxdım dostlar, gedirəm yatmağa. Sabahlarım 2 dənə şoum var, Allah'ın olsun, yorğunam. Öpürəm, kəndinizə, rayonunuzə iyi bakın. Mən getdim.